Darwinin təkamül nəzəriyyəsi ilə razısınızmı ümumiyyətlə? Yox, heç Darwin özü də inanmıyor baxı buna. Siz elə bilirsiniz Darwin özü inanır. Bilirsiniz nə tərdir? Bütün canlıları, bütün kainatı bir yaradıcı var. O Allah. Allah yaradıb. Bəli. Biz Allah deyirik, Rus bog deyir, Çex nə bilim nə deyir, hərəsi bir ad deyir. Bir yaradıcı var. Bütün dünya alimləri ən böyük, bax o Rutherforddan tutmuş, nə bilim mən, ən böyük alimlərin hamısı Allaha inanıblar. Və o cümlədən mən də inanıram. Bu təbiət elə belə öz-özünə yaranmayıb. Təbiət yaranıb, insan da yaranıb, amma təkamül deyilən bir şey var. Təkamül nədir? Məsəl üçün, 1900-cü ildəki Azərbaycanın təsəvvürü ilə bugünkü insanın təsəvvürü eyni deyil. Amma əfsus ki, 100 illərlə keçib Mirzə Ələkbər Tahirzadə yazıb, şeirlər yazıb insan haqqında. Yazıblar nələr, hər şeyini tənqid edib. Doğrudan da millətini sevər bir insan olub. Mirzə Cəlil nələr ediblər olar. Bilirsən, onlar elə belə adamlar olmayıblar. İndi nəyin təkamülü gedir? Bu da degradasiyanın təkamülü gedir. Bu həqiqətdir. Bu da insanlar yalnız çörək axtarmaqla məşğuldur. Başqa ideya yoxdur. Yəni, 100 il o dövrdən bu yana gəlib, bizim dəyişən bircə qalstukumuz dəyişib. And olsun Allah. Təfəkkürümüzdə, şuurumuzda bir-bir irəliləyiş yox.